Bizə çox vaxt reabilitasiya üçün gəlirlər və biz fərqli terapiya yönləndiririk də və bunlardan biri sensor inteqrasiyadır. Bir saatdan valideynlər bunu idman kimi yanaşır və lazımsız bilir. Bəs səncə necədir? Belə deyək də, duyu bütünləmə əsasən yəni beyinlə əlaqəli olan bir prosesdir, amma valideynlər daha çox məsələn videolarda görürlər, ümumiyyətlə kamera vasitəsilə görürlər. Elə bilirlər ki, burada tək məntiq, belə deyim, idman hərəkətləri eləməklə bitir, amma elə deyil. Məsələn, duyu bütünləmə vasitəsilə eşitmə həssaslığı olan uşaqlarla məşğul olmaq olur. Məsələn, elə bir uşaq var ki, toz soran səs olsun, ümumiyyətlə ən çox rast gələnən, məsələn, bərbərə getmək istəmir. Bunlarda artıq eşitmə həssaslığı vardır və biz müəyyən bir tapşırıqlarla bunun eşitmə həssaslığının bir növ real həyata adaptasiya olunmağına onlara kömək göstəririk. Burada sadəcə müəyyən bir nümunə göstərdim. Bundan başqa, məsələn, kifayət qədər uşaq var ki, qida seçiciliyi var onlarda. Məsələn, müəyyən bir öyrəşilmiş qidalardan istifadə edirlər. Bu terapiya vasitəsindən həmin onların problemləri də bir növ həll oluna bilər. Bəs belə deyim də, olur ki, məsələn, ailə gəlir ki, mənim uşağım ancaq loqoped kifayət eləyib, həftədə 2 dəfə, 3 dəfə gəlsin loqopedə, bəs filan kəsin uşağı danışdı, mənimki də danışacaq. Amma elə vaxt olur ki, biz sadəcə olaraq loqopedi tövsiyə eləmirik də, məsələn, sensor inteqrasiya ilə yanaşı olaraq yönləndirə bilərik. Sənin fikrin nədir bu barədə? Belə deyim də, ümumən loqoped normal olaraq məsələn uşaqlarda daha çox nitqlə yəni işləyir də, belə deyim, əsas məqsədi odur. Və biz bilirik ki, nitq bizim beyin yarımkürələrində olur da, belə deyim, nitq mərkəzi. Və biz həmin duyu bütünləmə çalışmaları edəndə də uşaq sağ əlindən istifadə edir, sol əlindən avtomatik olaraq məsələn tullanırlar, ümumiyyətlə yellənirlər. Burada da avtomatik olaraq beyin yarımkürələri inkişaf eləmiş olur. Və bu paralel olaraq hər iki terapiya, yəni duyu bütünləmə və loqoped hər iki eyni anda fəaliyyət göstərdikdə nəticə istər-istəməz daha yaxşı olur və nəticəyə daha çox müsbət təsir göstərir. Bəs məsələn, uşaq hiperaktivdirsə, yəni həddən artıq çox hərəkətlidirsə və yaxud da ki, məsələn, davranış problemləri varsa, bunda kömək eləyərmi sensor inteqrasiya səncə? Bəli, təbii ki də, əgər problem duyu bütünləmə ilə bağlıdırsa, bu qaynaqlıdırsa, təbii ki də, yəni kömək olur. Hətta belə deyim, lazımdır, vacibdir. Bəs bəzən də olur ki, məsələn, uşaq gələ bilər, il boyu qısa qolda gəzir, ya müəyyən materialda geyimləri heç cür geyindirmək mümkün deyil, imtina eləyir. Bu necə? Əslində bunun müxtəlif səbəblər ola bilər. Əgər sırf duyu bütünləmə yönündən buna yanaşsaq, bu əsasən toxumsal duyu sisteminin həssaslığıyla bağlıdır və duyu bütünləmə terapiyasında müəyyən çalışmalarla bunu tam olaraq həll edə bilirik.